Görmənin zəifləməsi hər zaman yaşlanma ilə bağlı olmur. Bunun səbəbi katarakt da ola bilər. Mövzu ilə bağlı sujetimizi izləyək. Qarşısı alına bilən korluğun əsas səbəblərindən biri olan katarakt dünyada təxminən 100 milyon insanda rast gəlinir. Katarakt da günümüzde en çok rastlanan göz hastalıklarının başında gelmektedir ve önlenebilir körlük sebeplerinin en sık karşılaşılan sebebidir. Bundan dolayıdır ki zaten tüm dünyada en çok yapılan ameliyat katarakt ameliyatıdır. Xüsusilə 50 yaşdan sonra göz bilyurunun şəffaflığını itirməsi nəticəsində yaranır. Bir müddətdir ki, ətrafı dumanlı görürdüm. Sanki rənglər əvvəlki kimi aydın deyildi. Bu hal gündəlik həyatımda çətinliklər yaradırdı. Narahat olduğum üçün müayinəyə gəldim və mənə katarakta diaqnozu qoyuldu. Görmənin zəifləməsi gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərir və bir çox insan bunu yaşlanmanın qaçınılmaz nəticəsi kimi qəbul edir. Günümüzde modern cerrahi 10 ila 12 dakika arasında geçen kısa sürelerde kataraktı temizledikten sonra gözün içine hastalarımıza uygun bir şekilde uzak orta veya uzak orta yakın mercekleri kullanarak görme seviyelerini tekrardan düzeltebilmekteyiz. Bu sayede hastalarımız bir haftadan kısa bir süre içerisinde sağlayabilmekte ve tekrar aktif yaşamlarına geri dönebilmektedir. Katarakt cərrahiyyəsi yalnız görmədəki bulanıqlığı aradan qaldırmaqla kifayətlənmir. Eyni zamanda tətbiq olunan süni linzalar vasitəsilə pasiyentin uzun müddətli və keyfiyyətli görməsi bərpa olunur.